2025-ci ilin yanvar-avqust aylarında özəl sektorda bəzi sahələrdə əmək haqqı digərlərlə nisbətdə aşağı olub. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Belə ki, ən aşağı əmək haqqı olan sahələr əsasən dövlət idarəetməsi və müdafiə, sosial təminat, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, ticarət və nəqliyyat vasitələrinin təmiri, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, eləcə də turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələridir. Bu sahələr üzrə orta aylıq nominal əmək haqqı 2025-ci ildə belə olub. Dövlət idarəetməsi və müdafiə sosial təminat sahəsində 618 manat 50 qəpik, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 669 manat 90 qəpik, ticarət və nəqliyyat vasitələrinin təmirində 737 manat 40 qəpik, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində 747 manat 50 qəpik, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində isə 747 manat 60 qəpik təşkil edib. Keçən ilin eyni dövrü ilə müqayisə edildikdə 2024-cü ilin yanvar-avqust aylarında həmin sahələr üzrə orta əmək haqqı dövlət idarəetməsi və müdafiə sosial təminatda 481 manat 50 qəpik, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 594 manat 20 qəpik, ticarət və nəqliyyat vasitələrinin təmirində 667 manat 30 qəpik, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində 717 manat 70 qəpik və turistlərin yerləşdirilməsi və ictimai iaşədə 714 manat təşkil edib. Müqayisə etdikdə görünür ki, 2025-ci ildə özəl sektorda əmək haqqı bütün sahələrdə artım nümayiş etdirib. Ən yüksək artım nisbəti dövlət idarəetməsi və müdafiə sosial təminat sahəsində qeydə alınıb və illik müqayisədə əmək haqqı 28,5% yüksəlib. Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində artım 12,7% təşkil edib. Ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində isə əmək haqqı 10,5% artıb. Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində artım 5%, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində isə 4,7% olub. Beləliklə 2025-ci ildə özəl sektorda əmək haqqı əvvəlki ilə nisbətən yüksəlib və hətta ən aşağı maaş olan sahələrdə belə nəzərə çarpan artım müşahidə olunub.